Salam, bu videoda Arximed qüvvəsinə aid sualın izahına baxacağıq. Suda üzən taxta parçasının suyun üzərində qalan hissəsinin həcmi 4 desimetr kub olarsa, suyun üzərində qalan hissənin həcmi dedikdə, yəni batmayan, sudan kənarda qalan hissənin həcmini verib bizə və kənarda qalan hissənin həcmi 4 desimetr kub verib, metr kubuna çevirsək, 4 vurulsun 10 üzəri mənfi 3 metr kubu yaza bilərik. Taxta parçasına təsir edən Arximed qüvvəsinin modulunu hesablayın. Ümumiyyətlə, cisim mayenin səthində və yaxud da mayenin daxilində üzürsə, biz Arximed qüvvəsini mg düsturuna əsasən tapa bilərik və yaxud da Arximed qüvvəsini Romaye J və batan düsturuna əsasən də tapa bilərik. Gəlin əvvəlcə Arximed qüvvəsini mg düsturuna əsasən tapaq. M-i burada açırıq rho V şəklində, yəni rho cisim vurulsun V cisim vurulsun J. Biz cismin sıxlığı verilib, J var, cismin həcmini tapmalıyıq. Biz batan hissənin həcmi düsturunu bilirdik. Batan həcmi nəyə bərabər idi? Rho cisim bölünsün, rho maye vurulsun V. Kənarda qalan hissənin həcmini tapanda isə cismin ümumi həcmindən çıxırdıq batan hissənin həcmini. Yəni V çıxılsın, rho cisim bölünsün, rho maye vurulsun V. V-ni mötərizə xaricinə çıxarırıq. Qalır 1 çıxılsın, rho cisim bölünsün, rho maye. Gətirib yerinə qoyuruq. Kənarda qalan hissənin həcmi 4 vurulsun 10 üzəri mənfi 3 bərabərdir. Cismin həcmini axtarırıq. 1 çıxılsın, rho cisim, yəni taxtanın həcmini sıxlığını bizə verib 800 bölünsün, mayenin sıxlığı 1000. 2 0 gedir. 1 çıxılsın 10'da 8. Alınır ki 10'da 2V. Buradan alırıq ki 2V bərabərdir 4 vurulsun 10 üzəri mənfi 2. V-ni alırıq ki 2 vurulsun 10 üzəri mənfi 2. Gətirib yerinə qoyuruq. Məsələni həll edirik. Bərabərdir. Deməli, cismin sıxlığı 800 vurulsun. Cismin hacmini tapdıq. 2 vurulsun 10 üzəri mənfi 2 vurulsun J 10. Bu 2 0 10 üzəri mənfi 2 gedir. 8 2'ye 16. 10'a vuranda eləyir 160 Newton. Məsələni Arximed qüvvəsinin öz düsturuna əsasən də tapa bilərik. Biz burada deməli cismin ümumi həcmini tapdıq. 2 vurulsun 10 üzəri mənfi 2. Bu yadda qalsın. İndi isə gəlin Arximed qüvvəsini Romaye J və batan düsturuna əsasən təyin edək. Deməli, əvvəlcə biz batan hissəni təyin eləməliyik. Mayenin sıxlığı var, J var. Batan hissəni tapanda cismin ümumi həcmindən, yəni 2 vurulsun 10 üzəri mənfi 2-dən çıxmalıyıq kənarda qalan hissənin həcmi, yəni 4 vurulsun 10 üzəri mənfi 3. Və yaxud da batan hissənin həcmini öz düsturuna əsasən rho cisim bölünsün, rho maye vurulsun, cismin ümumi həcmi düsturuna da tapa bilərik. Heç bir fərqi yoxdur. Cismin ümumi həcmi, cismin sıxlığı 800, mayenin sıxlığı 1000 vurulsun, 2 vurulsun 10 üzəri mənfi 2. 2 sıfırlar gedir. 16, 10'a böləndə 1,6 vurulsun 10 üzəri mənfi 2. Və yaxud da 16 vurulsun 10 üzəri mənfi 3 şəklində də yaza bilərik. Gətirib yerinə qoyuruq, hesablayırıq. Romaye 1000, J 10 vurulsun 16 vurulsun 10 üzəri mənfi 3. 10 üzəri mənfi 3 1000 ilə gedir. Onu 16'ya vururuq. Yenə alınır ki 160 Newton. Sağ olun, növbəti videolarda görüşənədək.